Salam, bugün sənə travma haqqında danışmaq istəyirəm. Travma nədir, necə yaranır və terapiyada necə işlənir? Travmalar bizim zehni yaralarımızdır. Zehni yaranın fiziki yara ilə fərqi var. Biz fiziki yaralananda əsasən məsələn yıxılırıq və yaxud da müəyyən səbəblərdən zədə alırıq və bizi sevən şəxs o yaranı sağaldır. Müəyyən mərhələlərdən istifadə eləyir, yanımızda olur, dəstək olur. Ancaq zehni yaralarımızda isə bu fərqlidir. Zehni yarada bizi sevən şəxs bizə dəstək olmur. Əksinə isə bizim sevdiyimiz şəxs bizi yaralayır və bu çox çətin bir prosesdir. Çünki həmin anda yalnız hiss eləyirik, tək hiss eləyirik, anlaşılmamış hiss eləyirik özümüzü. Xüsusilə də bu uşaq vaxtında baş verərsə. Ümumiyyətlə travmaların yaşı yoxdur. Yəni travmanı sən uşaq yaşında da yaşaya bilərsən, böyük yeniyetmə və yaxud da yetkin yaşında da yaşaya bilərsən. Burada vacib nüans odur ki, travma anı necə baş verir və o an sən necə idin? Uşaqlıqda ümumiyyətlə bizim travmalarımızın əksəriyyəti uşaqlıqda baş verir. Çünki biz uşaq olanda təbii çarəsizlikdə yaşayırıq. Təbii çarəsizlik nədir? Sən öz qidanı özün təmin edə bilmirsən, öz geyimini, öz yaşayış yerini özün təmin edə bilmirsən və təbii olaraq möhtacsan valideynlərinə, həm sevilmə mənasında, həm də ehtiyaclarını ödəmə mənasında. Ümumiyyətlə heç bir uşaq sevilmədən həyatda qala bilməz. Yəni sevilmək hər bir uşağın ən ilkin ehtiyacıdır və bu ehtiyacı ödəmək üçün bir çox şeyləri özündən ödünc verir. Çünki buna məcburdur. Axı təbii çarəsizlikdə yaşayır, möhtacdır axı. Eyni zamanda tam şəkildə dərk eləyə bilmir həyatı hələ. Demək biz travma alanda nə baş verir? Təsəvvür elə ki, sən uşaq olanda travma alırsan və çox ağır bir proses baş verir. Burada şiddət də aid ola bilər, zehni, sözəl bir şiddətə aid ola bilər, fərqi yoxdur. Valideynlərindən, xüsusilə də valideyn tərəfindən alınan travmalarda bu baş verir. Hazır hiss etmədiyin və yaxud da sənə layiq olmayan, həmən anda sadəcə onun arzusu ilə dilə gətirən bir neçə sözlər istifadə eləyir və bunu dəfələrlə eləyir və həmən anda nə baş verir? Yəni uşaqların gözünün qabağına gətir ki, sənə aid olan hadisə nədirsə, uşaq zehni böyümə mərhələsində olduğuna görə və möhtac olduğuna görə zehin iki yerə ayrılır. Həmən anda bizim mənliyimiz formalaşır axı. Zehin iki yerə ayrılır. Bir tərəfdə kölgə tərəfin yaranır, digər tərəfdə isə obraz tərəfin yaranır. Və sən travma anında ən birinci saniyəlik, dəqiqəlik olaraq şok keçirirsən. Çünki hazır deyilsən həmən bir şeyə. Şok keçirirsən. Bu zaman heç nə hiss etmirsən. Yenə də deyirəm, bu saniyəlik və yaxud dəqiqəlik ola bilər. O an sanki hissizləşmə anıdır. Yəni donub qalırsan. Bu indiki həyatımızda da, yəni indiki yaş aralığında da səndə baş verə bilər ki, müəyyən bir hadisə baş verirsən, həmən anda yəni şok keçirirsən ki, bu nə idi başıma gəldi. Həmən anı nəzərdə tut, həmən situasiyanı. Həmən anda beyin iki yerə ayrılır. Bir sənin kölgə tərəfin yaranır, digəri isə obraz tərəfin yaranır. Və bu uşaq olanda isə çox çətindir. Biri var ki, hadisəni yaşayan sən, biri də var ki, artıq mütləq bu hadisəni həll etməli olan sən. Artıq sən başlayırsan o müəyyən şeyləri hiss etməyə. Burada var qorxu, var peşmanlıq, çarəsizlik, günahkarlıq və s. sən bir çox qorxunu eyni anda yaşaya bilərsən, üzüntü. Həmən o hissini yaşayan tərəf sənin kölgə tərəfindir ki, o hisslərin hər birini yaşayır. Bu arada heç bir hissimiz bizim tək başına gəlməz. Bütün hisslərimiz qarışıq şəkildə və qatmanlı şəkildə gəlir. Yəni sən o donan prosesdən sonra müəyyən hisslər toplusunu eyni anda və yaxud da yavaş-yavaş yaşayırsan. Tamam, hadisənin özünə uyğun. Sonra uşaq nə eləyir? Uşaq çarəsizdir və adı üstündə uşaqdır deyə həmən anda qərar verməlidir. Ya mən, ya o. Yəni ya mən razı olmalıyam sevilmək üçün hər şeyə, ya da mən imtina etməliyəm. Əlbəttə ki, burada imtinadan söz gedə bilməz. O zaman razı olma mərhələsi gəlir. Yəni qəbullanmaq. Amma burada mənfi qəbullanmaqdan söhbət gedir. Bir tərəfdə hisslərdən altında əzilən sən varsan, digər tərəfdə isə hadisələrin altında əzilən sən varsan və uşaq üçün çox çətindir bunları seçmək və həmən anda doğru qərarı vermək. Çünki uşaq həmən anda dərhal qərar verməlidir. Okey, oturub ağlayır və s. hadisə asılı olmayaraq.
Tutaq ki, anan, atan, valideynlərin, səni böyüdən şəxslər səni uşaq vaxtında döyə də bilərlər, səni təhqir də eləyə bilərlər, tənqid də eləyə bilərlər, sənə hər hansı bir nalayiq sözlər də deyə bilərlər və yaxud da söhbət sən olmasan belə evdə çox böyük bir çaxnaşmalar da qopa bilər. Sadəcə günahsız yerə belə sən, necə deyərlər, suçlu durumuna düşə bilərsən və yaxud da anlaşılmaya bilərsən. Bir çox hadisələr yaşana bilər ki, bunu gözünün qabağına gətir ki, nə sənə aiddir. Həmin anda uşaq üçün zehin 3 funksiyanı yerinə yetirməlidir. Beyin düşünür, ya donmalıyam, ya savaşmalıyam, ya qaçmalıyam. Məcazi mənada. Həmin anda uşaq savaşa bilmir. Kimlə savaşsın? Savaşdığına möhtacdır. Eyni zamanda savaşdığını da istəyir axı. Qaça bilmir, kimə qaçsın? Hara qaçsın, nəyə qaçsın? Qaçacağı yeri bilmir. Həm mənəvi olaraq, həm fiziki olaraq. Ona görə zehin donur. Yəni bu ikisini icra eləyə bilmir deyə, bilə bilmir deyə zehin donmağı seçir. Uşağın zehninin seçdiyi hər bir qərar onun müdafiəsidir. Yəni sən uşaq olanda hər hansı bir qərarı vermisənsə şuuraltı olaraq, bunun məqsədi həm sevilməkdir, həm də müdafiə olunmaqdır. Yəni həyatda qalma içgüdüsüdür. O zaman zehnin əlbəttə ki, sən bunun fərqində deyilsən. Bu emal o qədər sürətli şəkildə baş verir ki, sən heç bunun düşündüyünü belə anlamırsan. Zehin nə eləyir? Zehin düşünür. Mən hal-hazırda nələrdən vaz keçə bilərəm və mən hal-hazırda nəyi itirməyə hazır deyiləm. Və ən asan iş olaraq özündən vaz keçməyi seçir. Özündən vaz keçəndə bu zaman o düşün ki, bir zirzəmidir. Zirzəmini sən açırsan, çox dərin bir zirzəmidir, pilləkənləri var və o qaranlıq zirzəmiyə sən özünü atırsan. O sənin özünü attığın tərəf sənin kölgə tərəfindir ki, mən bu tərəfi görmək istəmirəm, bu tərəf mənə lazım deyil. Çünki mən bu kölgə tərəfimlə var olsam, sevilməyəcəm, görülməyəcəm, dəyərli olmayacam. Bu kölgə tərəfim qalsın orada, mən özümə yeni bir mənlik, yeni bir obraz yaradım. Çünki mən bilirəm ki, mən yaxşı olsam, anam, atam məni sevər. Mən yaxşı uşaq olsam, danlanmaram, görülərəm. Mən sözə qulaq asan olsam, mən əsəbləşdirməsəm, istəklərimdən vaz keçsəm, yəni valideynlərim məni qəbul eləyər və mən həmin anda bir daha bu təklik hissini keçirmərəm. Bu o qədər çətin bir yerdir ki, çünki burada şuur iki yerə ayrılır. O dediyim o kölgə tərəf var. O kölgə tərəf şuurla şuuraltının nəhayət ki, ilk bölündüyü ərəfələrdən biridir. Yəni bilə-bilə ilk bölündüyü mərhələlərdən biridir. Və bir uşaq üçün bu qərarı vermək asan deyil. Çünki uşaq o situasiyadan mütləq çıxmalıdır. Çünki başqa yolu yoxdur. Və ən əsası, hər bir uşaq o situasiyadan çıxanda başlayır özünə müəyyən təlkinlər deməyə. Mən onsuz da bacarıqsız idim, mən onsuz da danlanmağa layiq idim, mən onsuz da döyülməyə layiq idim, mənim günahımdır, anam əsəbi idi, atam əsəbi idi, yetəri qədər yeməyimi yaxşı yeməmişəm, mən yetəri qədər oyuncaqlarımı yaxşı yığmamışam, dərslərimlə kifayət qədər məşğul olmamışam. Ümumiyyətlə, bunların hər birinin məğzində mən kifayət deyiləm yaranır. Yenə də deyirəm, burada travmalar fərqli ola bilər. Tutaq ki, valideyn sənə deyə bilər ki, yaxşı uşaq dərs oxuyar, o xalqın uşağı misaldır. Yaxşı uşağın səsi çıxmaz, əsəbləşmək olmaz və yaxud da sənin hər hansısa bir bacarığın var, hətta sən bu bacarıqlarını belə kölgə tərəfə ata bilərsən. Səbəb də odur ki, yaranım. Nəhayət ki, görülüm, anlaşılım, qəbul edilim. Bunun da bir məqsədi var. Uşaq düşünür ki, ana və ata onu sevir və daimi sevir və onun hər hansısa bir hərəkəti artıq valideynlərin hayal qırıqlığına uğradır deyə düşünür ki, mən bu sevgidən qəti şəkildə məhrum olmamalıyam. Çünki bunu qəbul etməsə, o yaşaya bilməz. Yəni, çox ağır düşüncələri, çox ağır şuur altında inanclarını formalaşdırmasa, özünü geri plana atmasa, o yaşaya bilməz. Yəni, sən uşaq vaxtı kəskin qərarlar verməsəydin, mənəvi olaraq, öz vaz keçməsəydin, indiki hala gələ bilməzdin və sən buna məcbur idin. Ola bilsin ki, sən hal-hazırda həyatının elə vəziyyətindəsən ki, bəzi şuuraltı inanclarının, kodlarının fərqindəsən və xəbərin var və özünü qınaya da bilərsən ki, mən niyə belə düşünürəm,
Bilirəm ki, bu səhvdir, amma bu düşüncədən çıxa bilmirəm. Səbəb də zaten odur. Bilirsiniz, vacib burada o deyil ki, sən hər şeyi bilirsən. Sən düzü səhvi bilirsən. Vacib odur ki, sən biləsən ki, o səhv nəyə görə səndə var. Və sən o səhvi nəyə görə düz kimi qəbul eləyib də o səhvdən vaz keçə bilmirsən şuuraltı olaraq. Çünki sən buna ehtiyacın var idi, axı bu olmasa sən yaşaya bilməzdin. Bu olmasa sən o valideynlərin yanında qala bilməzdin. Bu cür olsaydı təsəvvür elə, Allahın verən günü 40-ın qiyamətinə keçərdi. Axı zehin buna hazır deyil. Zehin özünü müdafiə etməlidir. İndi böyümüsən, müəyyən yaşa çatmısan, öz ayaqlarının üstündə durursan, nə istədiyini bilirsən, nə istədiyini eləyirsən, müəyyən qədər nə istədiyini etmirsən və əlbəttə ki, informasiya dövründə yaşayırıq və indi ayılırsan ki, bu xidmət etmir. Bu sənə fayda vermir və bunu dəyişməyə çalışırsan, amma görürsən bir yerdən sonra tıxanır. Tamam, nə isə eləyirsən, amma tıxanır və yaxud da ümumiyyətlə eləyə bilmirsən, bacara bilmirsən. Nə isə addım atırsan, sonra zehin nəsə səni tətikləyir. Nə eləyir? Axı səndə kök inanclar var. Zehin düşünür ki, bir dəqiqə. Məndə belə bir inanc yaranmışdı. Axı bu mənim doğrum idi. Filan qərarları versəm, seçimləri etsəm, axı bu inancımdan vaz keçməliyəm. Yəni bu necə ola bilər ki? Yəni sənin hal-hazırda düşdüyün müəyyən zamanlarda bəlgələr, axılar, görənlər və s. həmən inancları tətikləyir. Və problem də bilirsən harda başlayır? Sən bunu həll etməyə çalışanda indiki halınla ki, bilirsən, məsələn, gəlib deyə bilərsən ki, mən bilirəm ki, uşaq vaxtı filan travmalar yaşamışam, amma indi böyümüşük də, yekə adamlar olmuşuq da, olan olub keçən keçib və s. İndiki o vəziyyətdə deyiləm, sağlam qərarlar verə bilərəm. Burada xüsusi bir nüans var. Nəyə görə ilişirsən, tükənirsən zaman, mənəvi cəhətdən yorulursan, çünki axı içəridə çaxnaşma gedirsən, o kölgə tərəf nə eləsən də, o sənə aid, sənindir. O kölgə tərəf orada durur. Söhbət budur ki, sən əslində indiki anında nə qərar vermək istəyirsənsə, onu qərar seçimi etməyin. Söhbət budur ki, sən o travmanı həll etməyə çalışanda, indiki halınla, vəziyyətinlə, yaşınla müəyyən qərarları vermək istəyəndə, o inanc ortaya çıxır. Və o inanc ortaya çıxanda, bilirsən nə baş verir? Sən o inancı dərhal dəyişə bilmirsən. Çünki o inancı təhlükə altında vermisən, itirmək təhlükəsi altında vermisən. Və hal-hazırda gəlirsən terapiyaya və yaxud da müəyyən qoşulursan, müəyyən kitablar oxuyursan, müəyyən videolara baxırsan ki, mən zehnimi dəyişmək istəyirəm, mən özümü dəyişmək istəyirəm. Amma düşün ki, sən özünü dəyişmək istəyirsən, bu halınla, yəni normal bir vəziyyətinlə. Amma anlamırsan ki, axı bu vəziyyətdə deyildin sən onda. Tamam. Onda sən özünü təhlükədə hiss eləyirdin. Eyni hisslər altında qərarları, indi rahat hisslər altında qərar vermək istəyirsən, amma bacarmırsan. Çünki o hissləri, o inancı sən təhlükə altında vermisən. İtirmək təhlükəsi altında vermisən ki, mən vaz keçməliyəm. Özümdən, istəklərimdən, ehtiyaclarımdan nə baş verir? Sən xilas eləyə bilmirsən, əlbəttə. Nə qədər kitablar oxusan da, heç bir kitab, heç bir mövzu yalnız promoy səndən bəhs etmir. Əsası səndəyə. Sənə təsir edə bilər, amma sənin temanı həll edə bilməz. Çünki heç bir kitab sənin kölgə tərəfindən danışmır. Sən nə edirsən? Kölgə tərəf yarandı uşaq vaxtı düzdür. Digər tərəfdə axı demişdik, obraz yaranır. Bu obraz nədir? Bu obraz odur ki, nə edə bilərəm ki, mən görünüm və bu görünmək ehtiyacının altında sevilmək, dəyərli olmaq ehtiyacının altında yaranır xilas etmə. Özünü xilas edə bilmədiyin üçün başlayırsan valideyni xilas etməyə, anavı xilas etməyə, atanı xilas etməyə, mənəvi cəhətdən və yaxud da maddi cəhətdən qonşuları, qohumları, sevgilini, sevdiyini xilas etməyə çalışırsan. Xilaskar obraz yaradırsan özündə. Çünki bacara bilmirsən axı. Digər tərəfini görə bilmirsən. Yəni onu olduğu kimi qəbul etməyə hazır deyilsən axı. Yəni eyni ana gedib təzədən o qədər baş vermiş şeyləri yenidən yaşamağa bəzən həm zehin hazır olmur, həm insan qəlbi də hazır olmur buna. Ona görə obraz yaradırsan, buna saxta mənlik deyilir. Saxta mənlik sənin saxtakar, hiləgər olmağınla əlaqədar deyil. Yəni onda sən hiləgər versiyanı yaratmırsan. Bu versiyanı yaratmağın əsas məqsədi odur ki, sən bir daha qırılmayasan, üzülməyəsən və üzməyəsən.
Tamam. Zaten məqsəd də budur. Mən nə etməliyəm ki, görülməliyəm o xilaskarın içində. Nə etməliyəm ki, dəyərli olmalıyam. Bilirsiniz, mən xilaskar obrazında olan insanlarda nəyi müşahidə edirəm? Onlar çox gözəl müşahidəçidir. Onlar çox gözəl anlayır. Deyirəm, başqasına ağıl verə bilirəm, özümə ağıl verə bilmirəm deyənlər ki var. Onlar o qədər gözəl müşahidəçidir. Çünki içsəl olaraq daimi tətikdədirlər. İtirmə qorxusundan daimi tətikdədirlər. Zehin tez müşahidə etməyi seçir ki, amanın günüdür nə eləyim ki, mən demiş dışlanmayım. Evin içində də olsa, çöldə də olsa fərqi yoxdur. Bu arada bu dediyim şeylər çox kiçik hadisələrdən özünə büruzə verə bilər. İndiki həyatında sən bunu müşahidə edə bilərsən. Çox kiçik hallarda. Məsələn, sən incinirsən, amma incinməyini dilə gətirmirsən. Qəzəblənirsən, amma qəzəbini dilə gətirmirsən. Ümumiyyətlə büruzə verməyə belə çəkinirsən. Bəyənmədiyin bir nüans olur, onu ifadə etmirsən, atırsan içinə. Əşi olub da, əşi keçib də, nə var ya, bunun üstündə çox da böyütməyim, çox da xırdalamayım. Bunlar sənə tanış gəlir ki, həyatın boyu dəfələrlə sən bunları eləmisən. Ki, əşi oldu da, qanqaraçılıq salmayım. Hatta budur, qanqaraçılıq salmayım. Və müəyyən yaşa çatanda başlayırsan ki, özünü terapiya etməyə. Bu terapiya anında dediyim kimi müəyyən vasitələrdən istifadə eləyirsən, amma bu sənə kömək eləmir. Nəyə görə kömək eləmir bilirsən? Çünki illərlə yaratdığın bir tərəfin var ki, hansı ki bu saxta tərəfdir. Burada sən varsan, yalançı tərəfindir bu. Burada sən varsan, eyni zamanda sən yoxsan. Çünki tam deyilsən burada. Digər hissən buradadır. Yalançı tərəfin eyni zamanda yalançıdır deyə sənə terapiya edə bilməz. Eyni zamanda sənin tərəfindir deyə terapiya edə bilməz. Çünki bu deyirlər, hər kəs özünün terapisti olmalıdır. Hər kəs özünün həkimi, psixoloqu, hətta psixoloqu olmalıdır. Belə bir şey əsla ola bilməz. Çünki yalançı tərəf, kölgə tərəfi itələyir, onu görmək istəmir. O ki qaldı, bu tərəf yalançı, saxta olurlar. Digər tərəfi də qəbul eləsin və bu bunu terapiya eləsin, bu da bunu terapiya eləsin. Bu ümumiyyətlə mümkün olan bir şey deyil. Bəli, sənə nələrsə yaxşı təsir eləyir, sən nələrinsə fərqində varsan, amma bu tövsiyə etmirəm mən bunları. Ondan sən yaxşı bir terapiya al, doğrudan da yaxşı bir terapist və onunla işlə. Nə qədər bu iş gedər bilmərəm, amma onunla işlə. Sən əgər terapiya almasan, bunu da izah eləyim nə baş verir. Terapiya almayanda digər tərəfin zirzəmidə daxil. Sənin o yaratdığın o saxta obraz gəlir, təsəvvür edək ki, o zirzəmin qapısından belə aralayıb, belə adca belə baxır, kölgə tərəfinə gəlir. Hər dəfə baxır, gəlir. Onu orada görür, şuur altında görür. Amma ki, onu üzə çıxardıb qəbul etməyə gücü çatmır. Çünki biz uşaq vaxtı, ümumiyyətlə indi də yaşadığımız hisslər heç vaxt tək başına gəlməz və biz bütün hissləri qatmanlar şəkildə yaşayırıq. Sənin hal-hazırda yaşadığın hisslərin hər biri qarışıq şəkildə baş verir. Sən qəzəbi də, üzüntünü də, heyfsilənməyi də, günahkarlığı da, peşmanlığı da, çarəsizliyi də eyni anda yaşaya bilərsən. Amma bunların eyni anda olmağı o deməkdir ki, bunların sırası yoxdur. Bunlar hər birinin sırası var, amma qarışıq şəkildədir. Tamam. Məsələn, tutaq ki, uşaq vaxtı bir hadisə baş verir və anan gəlir sənə deyir ki, sən qudurmusan, mənə cavab qaytarırsan. Gözün qabağına gətir və yaxud hər hansısa bir şey. O an içində birinci başlayır donma. Yəni həmin anda nə deyir mənə düşünürsən, donursan zehin, çünki müdafiə etməlidir. Bu zehnin anesteziya formasıdır. Bu yenə deyirəm, saniyəlik ya da dəqiqəlik gedən prosesdir. Sonra birinci başlayır qəzəb. Biz insanıq, xislət olaraq mənliyimiz var və mənliyimizi müdafiə etməliyik axı. Birinci başlayır qəzəb. Sonra başlayır mən buna layiq deyildim düşüncəsi. Bu nə deyir, vəbşi mən zor eləmişəm, kişisel olaraq. Görsən uşaqlara danlayanda uşaq başlayır ağlayır, fikir verirsən, ağlayır, qışqırır, əsəbləşir, sonra belə üsyan eləyir. Yəni mən buna layiq deyiləm, üsyanını eləyir. Sonra yavaş-yavaş yorulur. Yorulandan sonra başlayır içində görürsən ki, istəyirsən peşmançılıq yaşamaq. Çünki sakitləşir və kənara çəkilir. Peşmançılıq yaşayır və daha sonra isə o peşmançılıq üzüntü, sonra da özünü utancla göstərir. Və hər bir, onu da deyim ki, hər bir üzüntü əslində daha doğrusu pasiv qəzəbimizdir. Hər bir qəzəbimiz isə aktiv üzüntüdür. Sənin nəyəsə qəzəblənməyin daxildən çox pik həddə üzülməyinlə əlaqədardır. Ya da sən nəyəsə çox üzülürsənsə, o deməkdir ki, çox pasiv şəkildə nəyəsə qəzəblənmirsən hal-hazırdakı situasiyaya.
fikir verirsən, bunların hər biri qarışıq bir şəkildədir. Nəyə görə özünü terapiya eləyə bilmərsən? Nəyə görə qatıldığın kurslar, seminarlar səni izah etməz? Çünki heç bir seminar sənin hadisənlə birə-bir əlaqəli deyil və heç bir seminar sənin o qədər qatmanlı hisslərini aydınlaşdırmır. Terapiyada nə baş verir? Terapiyada sən deyə bilərsən, mən terapiyaya getdim, travmamı danışdım və s. Elə olmur. Əsl terapiyada sən gəlirsən, müəyyən bir problemlə hadisəni danışırsan. Məsələn, uşaqlıqda əgər baş veribsə, bu əlbəttə ki, böyük halında baş verən travmalarla fərqli cürə işlənilir. Məsələsi uşaq halına gətirirəm. Uşaqlıqda baş verən ağır bir travmadan danışırsan və bu zaman deyirsən ki, mən belə bir pis hadisə baş vermişdi, əşimdən də belə pis olmuşdu da, bilirəm, bunu bilirəm, oldu da, buna xəbərim vardı, bu şuuraltımı bilirəm ki, hə, bu olub, mən belə özümdə hiss etdim. Bu qədər bəsit deyil. O kölgə tərəfin dediyimiz zirzəmidir, onun pilləkənləri var, həmin o pilləkənlər bizim hisslərimizin qatlarıdır. Sən hər terapiyada hissinlə tanış olursan və bu hissini qəbul etməyi öyrənirsən və anlamalısan ki, indiki halın onu yaşamayıb, uşaq halın yaşayıb. Yəni ona görə indiki halını böyük belə qərarlar verəndə nəyə görə çətinlik çəkirsən? Təsəvvür elə ki, deyirsən ki, o uşağa indiki ağıllı qərarı ver. Yəni nə qədər çətindir, nə qədər mümkünsüzdür. İndi düşün ki, bu qədər hisslərin, qat-qatlı hisslərin sən bir-bir açırsan. Hər dəfə açanda nə yaşadığını, nələr keçirdiyini, o səndə hansı düşüncələrə yol açdığını, hansı avtomatik düşüncələrin formalaşdırdığını. Bu arada bu çox çətindir, çünki odur ki, terapiyanın kökü odur ki, biz bu inancı məhv etməliyik ki, yeni inancı, sağlam inancı formalaşdıraq, düzdür? Təsəvvür et, sən illərlə oturmuş o inancı məhv eləməyə çalışırsan və bunu qatıldığın seminarlarla eləyirsən. Eləyə bilməyəcəksən bunu. Təcrübədən keçirmiş bir insan olaraq deyirəm ki, bunu heç bir seminar, heç kəs bunu edə bilməz. Bunu ancaq sən eləyə bilərsən, dəstəklə. Dəstəksiz də bunu eləyə bilməz. Sən təsəvvür elə ki, necə ki, uşaq halında eləmişdin, o tək yalnız qərarı vermişdin ki, əslində dəstəyə ehtiyacın var idi. Eyni şeyi indi eləyirsən. O eyni yaşatdığını indi özünə yaşadırsan. Mən o uşaq halındakı mən qərar vermişdim. Tək idim o qərarı verəndə, mənəvi olaraq tək idim o qərarı verəndə, indi də mənəvi olaraq tək ola mən yeni qərarları verməliyəm. Yəni dəstəksiz həqiqətən çətindir. Çünki uşaq halında necə ki, sənin dəstəyə ehtiyacın var idi, nə olsun da böyümüsən, indi də sənin dəstəyə ehtiyacın var. 30 yaşına, 40 yaşına, 20 yaşına çatmış bir insanın o demək deyil, sən möhtacsan terapiyaya, yox, o deməkdir ki, bacara biləcəyindən də böyük və ağır bir şeydir. Yəni yükləyirsən özünə o ağır bir şey, missiyanı və inan ki, getsən belə yenə də deyirəm, bir yerdən sonra tıxanacaq. Tam şəkildə gedə bilməyəcəksən. Çünki ağır gələcək, çox ağır gələcək və hər şey bir qırağa, sənin gündəlik həyatın var, sənin öhdəliklərin var və sən bu qədər öhdəliklərin içində eyni zamanda özünə terapist olmağı seçəndə bir yerdən sonra başın şişəcək. Həqiqətən başın şişəcək. Çalış öz dilinə, özünə uyğun bir terapist tap. Coach ola bilər, kognitiv terapist ola bilər, psixoloq ola bilər, psixiatr ola bilər və s. Tamam. Yəni sənin görmək istəmədiyin, o zirzəmidə saxladığın, qatmanlı hisslər keçirdən tərəfinlə sən bir dəfəlik onu həll eləyib, üzə çıxarıb, onu qəbul eləyə bilmərsən. Tez-tez əgər fikir ayrılıqları yaşayırsansa, bil ki, bu sənin digər kölgə tərəfinlə əlaqədardır əslində. Yəni hərəkətin başqa, içində daxildə gedən proseslər başqadırsa, o sənin inancının altında əzilmiş tərəfindir. Çünki sən məcbur idin axı o inancı formalaşdır. Təsəvvür edirsən, uşaqlıqda bir inancı formalaşırsan. O inancın üstündə yaranır, kök inancın üstündə yaranır ara inanclar. Yəni biz ara inanclara baxa-baxa o kökə enirik. Bunu sən otur, 10 dənə kitab oxu, yenə də bunu tək başına eləyə bilməyəcəksən. Ara inancların da üstündə yaranır avtomatik düşüncə. Ona baxmalısan, həll etməlisən. Buna baxmalısan, həll etməlisən, sonra kökə baxmalısan və eyni zamanda bunların hər birinin içində hisslərini anlamalısan, hər birinin içində düşüncə formalarını dəyişməlisən. Həyatında indiyə qədər etdiyin fiziki, nə ki, vərdişlərin var, mənfi vərdişlərin, onları da dəyişməlisən. Sən bunu tək başına eləyəndə təsəvvür elə gedəcəksən, o kökə tərəfə dəyəcəksən, qayıdacaqsan və özün özünə o udarı eləyirsən hər dəfə. Buna ehtiyac yoxdur və bu səni sağaltmayacaq. O ki, qaldı, bəzi terapiyaları, mən mütləq şəkildə bunu dilə gətirməliyəm ki, əgər sən belə bir terapiya almısansa
və razı qalmamısansa, bunun səbəbi budur. Bəzi terapistlər insana travma yaşada bilir. Travma deyəndə o uşaqlığında əlbəttə ki, yaşanan ağır travmanı nəzərdə tutmuram. Sənə zərbə vura bilir. Doğru dildə desəm, nədir zərbə? Terapiyaya gedirsən, sənə ağır gedən prosesləri danışırsan və terapist sənə hə bilirəm, səndə filandır, ona görə sən belə bəhmənsən, belə olmusan, sənin inancın budur, ona görə sən belə düşüncəyə sahib olmusan falan deyib dərhal səni qarşına qoyanda sən o deyirlər fənər görmüş tavşan kimi belə donub qalırsan. Həqiqətən həmin anda zərbə alırsan. Nəyə görə? Çünki sənin özünə geyindirdiyin o obraz, o sənin zirhin idi və əgər terapist sənə aid olan kölgə tərəfi görüb dərhal birinci seansda, ikinci seansda dərhal olduğu kimi nədirsə sənin qarşına qoyanda nöqtəsinə kimi, bu arada terapist sağlam, çox tez bir zamanda sezir və qarşına qoyanda təsəvvür edin, illərlə yaratdığın özünün müdafiə mexanizmini bir anda qırır. Və bunda sənə xeyri yoxdur. Necə ki, sən özünə o ki, deyirsən, mən bilirəm, mən onsuz da bilirəm, mən oxumuşam, mən getmişəm, mən baxmışam və s. O bilirəmi də bir daha terapist eləyir. Söhbət burada bilirəm deyil axı. Söhbət bilirəmdən keçib, sən zaten bu yaşa çatmısansa, sən zaten müəyyən şeylərdən artıq narazısansa, özünü dəyişmək istəyirsənsə, nələrisə bilirsən də, düzdür. Söhbət bilirəmdən getmir axı. Söhbət odur ki, nəyi bilmirsən, o bilmədiyin içində nə var ki, onu icra eləyə bilmirsən. Tamam, sənin indiyə kimi müdafiə mexanizmini, o kölgə tərəfini dərhal şəkildə qarşına qoyanda, o sənə xeyir verməyəcək. Bu, xırda-xırda işlənməlidir. Əlbəttə deyə bilərsən, şimdi mənim pulum yoxdur, indiki terapistlər də pul qazanmaqdan ötürü də. Bu, düşün ki, zehni bir əməliyyatdır da, sən bir əməliyyata gedəndə deyirsən ki, mənim falan yerimi kəsin götürün, bəhmən yerimi o qədər də dəyməyin, falan şeydən də falan şeyi götürün. Ona görə pul biraz azalsın. Alınmır axı. Eyni zamanda zehni terapiya da belədir. Zehni terapiya fikirləşdirib ki, zehni bir əməliyyatdır sən keçirirsən və bu çox ağır bir şeydir. Davam lazımdır bunun üçün.